Elə şeylər həyatda var ki, o məndən asılı deyil də. Uşaq ora gedə bilər, uşaq yaxşı yazmır. Universitetə mən hazırlaşıram, ancaq ola bilsin ki, mənim zehnim bu cürdür də, 400 yığıram. Səndən asılı olmayan şeylərə görə narahat olma. Birinci, səndən böyük gözləntilər var, sən istəyirsən yarışda çempion olasan, trenerin, müəllimin, nə bilim, valideynin etimadını doğruldasan. Sən onları qoy kənara və sənin qalibiyyətin ancaq ondan asılıdır ki, sən orada bütün gücünü qoyasan. Nəticə dedim önəmli deyil. Dedim, bax trener də burada yanımda durub səni danlamayacaq. Trener dedi ki, mən doğrudan da danlamayacağam. Dedim, sənin 1, 2, 3 bu qətiyyən önəmli deyil. Elə ilk döyüşdən uduzsan belə heç bir problem yoxdur. Ancaq səndən bir şey tələb olunur. Nə gücün var, o gücündən orada çıxış eləyirsən. Qorxmadan, çəkinmədən vuruşursan. Əgər qorxmadan, çəkinmədən vuruşsan, uduzsan da belə sən qalibsən, trener sənə bir söz deməyəcək. O uşaqların əksəriyyəti getdi o yarışda nəticə göstərdilər. Mən rahatlaşanda mənim üçün nəticə önəmli deyildi. Mən bacardığımı elədim. Stoiklərin fəlsəfəsində vardı. Deyir, həyatımızın 50% səndən asılı deyil də. Sən 2 dənə dairə çəkirsən, nəyə görə narahat olursan? Məsələn, ən çox narahat olduğun 10 dənə şeyi deyirsən, sonra onu bölüşdür. Məsələn, bir dairəyə yazırsan, o şey ki səndən asılıdır. Bu düz yanaşmadır. Yəni